axşam saatlarında tam olaraq burada silahlı atışma baş verib. Nəticədə bir nəfər ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı artıq 2 nəfər saxlanılıb. Məlumata görə gənclər arasında əvvəlcə şifahi mübahisə baş verib, daha sonra isə silahlı insidentə çevrilib. Mart ayının əvvəlində iki qrup arasında yaranmış mübahisə dünən 3-cü dəfə qanlı qarşıdurmaya çevrilib. Daxili İşlər Nazirliyi də insidentin daha əvvəl baş vermiş münaqişənin davamı olduğunu təsdiqləyib. Əldə edilən məlumata əsasən silahlı insidentdə təxminən 10 nəfər iştirak edib. Onlardan ikisi bir nəfəri amansızlıqla güllələdikdən sonra hadisə yerindən qaçmağa cəhd edib. Lakin Marniuli Polis İdarəsinin əməkdaşları onların qarşısını T-House'un arxasında havaya xəbərdarlıq ateşi açmaqla alıb və hər iki şəxsi saxlayıb. Dünən saatlarla hadisə yerində davam edən istintaq çərçivəsində saxlanılan hər iki şəxs də kriminal polisin maşınında hadisə yerində olublar. Yerli sakinlərin sözlərinə görə silahlı insidentdən əvvəl tərəflər arasında sözlü mübahisə yaranıb və bu daha sonra qarşılıqlı atışmaya çevrilib. Bu böyle bir binanın qabağında. Yox uydum. Bir ben axırda əldim gördüyüm o biri orada uzanır. Evet. Əlini də burasından sonra qışqırış edir. Sonra da əlimi. O belə gördük burada nasıl da oldu? Atışım oldu herhalde. Sonra gördüğümüz oldu. Nasıl atıştılar? Ha hep biri yıkıldı. Polis geldiğinden sonra Hadisənin bir neçə ay əvvəl Marniuldə ticarət köşkü qurmaq üstündə başlayan mübahisənin davamı olduğu iddia edilir. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən insidentdə iştirak edən daha 2 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci qəsdən sağlamlığa ağır zərər vurma və 236-cı odlu silahın qanunsuz dövriyyəsi maddələri üzrə aparılır.